Müəlliminin videosuna xoş gəlmisiniz. Bugün akademiyada paylaşılmış riyaziyyat sualına baxırıq. Sadə bir sualdır, amma demək olar ki, 2 nəfər səhv, 1 nəfər də yenə səhv, 3 nəfər isə doğru cavab veribdir. Bəs sual nədir? Sual odur ki, fx funksiyası, yəni gördüyünüz bu funksiya bu şəkildə verilir və deyir ki, bizə bunun x-in verilmiş hansı minimum qiymətində, yəni modul x-in hansı minimum qiymətində fx funksiyası hansı qiymət alır? Yəni bu qiymətdə. Minimumdursa. Baxıb görürük də burada. Əgər minimumdursa, nə ola bilər? Bir dənə belə bir qrafik çəkək. Modul x-in qrafiki budur da, yəni 0 nöqtəsində. Görürəm ki, burada ekstrem nöqtəsi sadəcə minimum nöqtə S0-da var. Deməli, o zaman bunun 0 qiyməti x0 olmalıdır. Modul x0. Modul x0 olmalıdır. O zaman x0-dırsa, bugün yenə 0 qoymalıyım. İndi burada insanlar çaşır birinci. Niyə çaşır? Çünki burası 0 qoyanda bir 0 qoymalı. Elə bilər burada bir oxşarlıq var. Yəni kvadratlar fərqi var. Amma əslində bu yoxdur. Niyə? Baxın burada 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1 və 0. Yəni x minus 0, 0 qoy 0. Buradan 0 alınırmı? 0. Onun cavabı nəyə vursam 0 edirmi? Yəni bu həll ortada x var deyə, bu ortada x var. Və bu x 0 qiymətində cavabı nəyə vursan 0 edir. Ona görə cavab 0-dır. Həqiqətən çox asan imiş. Növbəti videoda görüşənlər sağ olun.